18 yaşlı Azərbaycan güləşçisi Günay Qurbanova Avropanı fəth etdi. Serbiyada 23 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında Günay 18 yaşı olmasına baxmayaraq bütün rəqiblər üzərində qələbə qazandı və çempion oldu. Özdə maraqlıdır ki, keçən ildə Günay 23 yaşlar arasında çempion olmuşdu. Həmçində 20 yaşlar arasında. Beləliklə Günay artıq 3-cü Avropa qızılını əldə edir. Xatırlayaq ki, keçən il böyüklər arasında Günay debüt edəndə dünya çempionatında onun 17 yaşı var idi. Hətta o vaxtı Beynəlxalq Güləş Federasiyası da onu qeyd etmişdi ki, dünya çempionatının iştirakçıları arasında ən gənc idmançı Azərbaycanlıdır. Və Günay Qurbanova ilə də o vaxtı müsahibə edəndə biraz ağladı, ilk görüşdə uduzmuşdu və təcrübənin, biraz da fiziki hazırlığın çatışmamazlığından danışdı. Biz də ona ürək-dirək verdik ki, Günay qələbələrin qabaqdadır. Və mən də hiss eləyirəm ki, Günay Qurbanova ilbəil artırır və 3 qat Avropa çempionudur və artıq vaxtdır ki, bu ildən dünya çempionatında, dünya birinciliklərində öz sözünü desin. Bu hələ son deyil. Bugün daha bir qızımız Ruzanna Məmmədova finalda güləşəcək. Və maraqlı odur ki, dünənləri başqa bir çəkidə Gültəkin Şirinova finalda güləşirdi. Əfsuslar olsun ki, uduzdu və gümüş medal qazandı. Beləliklə Azərbaycan qızları əməlli başda Avropanı sökürlər. İnşallah medallarınız çox olsun. Təbriklər.